teatrına xoş gəlmisiniz. Tamaşa zamanı mobil telefonlarınızı söndürün. Diqqətinizə görə təşəkkür edirik. Qonşular Estrada Teatrı. Buyurun. Başka. Gel gel mal, gel 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 ceylan, gel 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 mal, gel gel ceylan, gel. Gel güzelim, gözler kavuşar, gel güzelim, sevim avuşar, gel güzelim, sevim omurda, canımın geçer, sevim var, gel. Gel yanıma, gel, canım gel yanıma, gel, gel yanıma, gel. Yaxşı. Göstərir misin? Tarantella. Vals. Niye tek kaldı? Sakla. Rock and roll. 1, 2, 3 o'clock, 4 o'clock, rock. 5, 6, 7 o'clock, 8 o'clock, rock. 9, 10, 11 o'clock, 12 o'clock, rock and roll, rock. Oyna. Güzel. İspanski. Hocam.
xeyir olsun, əziz tamaşaçılar. Qonşular Estrada Teatrının 1001 Gülüş adlı açılış konsertinə xoş gəlmisiniz. Bugünkü konsertimiz 1 aprel Gülüş gününə həsr olunur. Biz inanırıq ki, bu 1-2 saat ərzində bütün problemlərinizi bir kənara qoyub gözəl anlar yaşayacağıq. Sizi çox intizarda qoymayaraq konsertimizə başlayaq. Danışmayacağım çünkü səhnəciyimiz şərhsiz adlanır. Ona görə də şərh etmədən dərhal yeni səhnəciyimizə keçid etmək istəyirəm. Qarşılayın. Şərhsiz. Yani sen yazdığını yaz, gör kompüterle yaz. Ama bizim yazıcımız dediğim gibi çok sevgili yazıcıdır. Ona göre de gəlin bir yerdə yazıcımızın iş prosesine baxın. Görək o doğrudan mı sevgili yazıcı? Beləliklə qarşılayır yazıcı Feyzi Qastrayev.
Bugün İlham pərilərim məni yeni əsər yazmağa sövq edir. Görək bu kompüter imkan versə. Qoyun YouTube'dan bir fon musiqisi tapım. Bu yox. Bu da yox. Bu olar. Ne yazmaq olar? Bildim ne yazacağım. Yolla gedirdim. Mən elə gəzirəm. Bir də yolla gedirdim. Soyuq bir yay gecəsi. Yolla gedirdim. İsti bir kış gecəsi. Yolla gedirdim. Soyuq bir kış gecəsi. Parktaydım. Heç kim yok idi. Üzr istəyirəm, yok idi. Skamyada əyləşdim. Hansı? Boş bir skamya tapdım ve əyləşdim. Saata baktım. Sevdiğim kız hardasa indilerde buradan geçecek. Yok, o bir taraftan. Ne oldu? Gelirse bir ol. Geldi. Bu kimdir? Bu yok. Kız geldi. Onun yanakları bu kızmar güneşin şuaları kimi narıncıydı. Ya saçların neydi? Yok. Saçların narıncı olsun. Olsun saçları narıncı. Bu nedir? Niye? Burasını salam. Onun saçları bu zülmət gecə kimi qara idi. Qara idi. Onun yanaqları soyuqdan Qızıl Əhməd. Babaşı oğlu, bu Rus kızıdır. Bunun pulu 585'te. Alırsan bunu, alırsan da olamamsan benim. Əla, adın ne oldu saqqal? Əhməd, Qızıl Əhməd. Bu yox. Soyuqdan Qızıl Əhməd alması kimi. Babaşı oğlu da almaq üstünde hediye ediyor. Yox. Vətən almalı. Qırmızı idi. Soyuqdan Qızıl Əhməd alması kimi qırmızı. O mənə doğru addımlamağa başladı. Mən özümü itirdim. Haradayım ben? Elə yox. Yəni Bıraksan buradayım. yəni
Həyəcanlan da. Məni kimi də həyəcanlan. O benim yanımda əyləşdi. Mən çoxdandır ki bu anı gözləyirdim. 1 ay, yox. 5 ay, yox. 10 ay, yox. Çəkilişim var, tez elə. Yaxşı. Düz. 1 ildir ki mən onun bu anını gözləyirdim. Məncə indi əsl vaxtıdır. Mən ona tərəf çönüb Alo! Alo. Bəli mama. Kadın hanımlarda kaldı. Ofistəyəm mama, əsər yazıram tezdir. Poliste. Ofistə mama, polisdədir ofistə. Kadın hanımlar seni polis yaparsa. Mama, ofistəyəm, əsər yazıram tezdə sözümü. Diyaz kadın hanım gelende 2 tane çöreği alarsın. Yaxşı alaram çörək. Nə oldu buna? Sizdən. Mən ona tərəf çönüb, Sana çok şey falan. gəl. Biz mən çay gətirmişəm. Vay. Sizdə çay. Çok güzel. Onu hələ yazmamışam. Aha, bildim ne yazacağım, bildim. Ben ona tərəf çönüb, onun adını soruşdum. Adın nedir? O isə Güləndam. dedi və mənim adımı soruşdu. Bəs sənin adın nədir? Mənsə Öz başına taksi xidməti. Siz də öz başına taksi xidmətinə qoşulun. 99% benzinlərdən yararlanın. Bütün görüşlər Allah müdürə. Sür. Mənsə Feyzi. dedim və əlimi sıxdım. Əlimi sıxdım. Burax qızın əlini. Biz onunla xeyli söhbət etdik. Onu daha da yaxından tanımağa başladım. O qədər yaxından yox. Biz onunla oturub ulduzları seyretmeye başladık. Elə seyredirdik ki, birdən kızın kardeşi geldi. O enli kürek, uca boy ve çok güçlü biri. Kim? Bu? Ben diyorum kimdir? O benim paltarımdan tutup beni göğe kaldırdı. Atan kardeşim olasın. Sonra ise yakamdan tutup bana kelle vurdu. Vurdu. Ben yazıp lan evet kelle vurdu. Alo. He baba işidirəm. Kadın hanımlarda kaldı.
Bayaq dedim axı ama ofisdəyəm, əsər yazıram. Qadın qəlbi belə səni polisdən buraxmayıblar. Ama ofisdəyəm, baba ofisdə. Qadın qəlbi tez gəl. Gələndə bir iki çorpa. Sorpa yedim ama yaxşı alaram, yaxşı. Gələk gündəlik həyatımızda nələrdən istifadə edirik? Bax, o işlər. Gündəlik həyatımızda biz özümüzü xariclərlə müqayisə edirik. Məsələn, həmişə deyirik ki, xaricilər yaxşıdır, belədir, üstün olar, amma düzdür, bəzi hallar da ola bilər. Başa düşmürük ki, hər ölkənin, xalqın, millətin öz adət və ənənəsi var. Amma yaxşı şeyləri gələndə isə, bunlar şu ölkənin nə vəziyyətləri, çünki bizə deyil ifadəsinə isə çox az rast gəlir. Təbii ki, biz də bugün bu mövzuya yumor yaxınlaşacağıq. Ona görə də qeyd etmək istəyirəm növbəti səhnəcimizdə. Belə isə qarşılayıq. Xaricdə və bizdə. Bəli, həmkarımın da dediyi kimi biz bəzən özümüzü xariclə müqayisə edirik. Elə isə gəlin ilk olaraq başlayaq restoranlardan. Gəlin baxaq, restoranlar xaricdə. Bilirsən, əslində mənə kruasan sevirəm. Amma şokoladlı yox. Vo! Mən kruasan sevirəm. Özdəki şokolad, belə şokolad və... No, vanil. No. Kruasan yiyəcək. Bir. Garson, Monsieur, madame, monsieur. bizə bir sezar salatı. Bir sezar. Bir də şokoladlı kruasan. Qovarsan. Aha. Başqa? Bir də mənim pişirim üçün pişir yeməyi. Pişir pişmiş. No. Restoranlar bizdə. Nə yeyək, onu sizə verirsin. Ula belə mədəni qurtun yiyir. Abi, laf, baba. Belə şey olmaz. Qoy çağırır. Mənə bir daşısın, sən nə olur? Mənə bax, nəyin var yeməyə? Ha? Nəyin var yeməyə, say görək. Ha? Qazan yeməklərindən. Bax, tabak ətleti var. Buğlama var, bozbaş var, küftə var. Hədən görün, kebabdan nə? Kabaktan var, bax sənə deyim, şillə var, şapalaq var, yumruq var, təklik var. Artıq da görün. O çoxlu kebabdan var. Ha, çox elə. Hər şeydən var, nə istəyirsən var, xalotlu var, soyuq var, istəyirsən isti də var, hamısından gəl. Hadi Sən belə elə. Birinci, Wi-Fi kodunu ver. Yeməyi də sən deyəndə var. Yaz, birdən 8-ə yaz. Bir də sən mağdur. Balaca ətlə. Rəqəmi balaca. Deməli, belə turşulu kompotlu zatı, belə samballı. Çörəyin də bana Sən görə. nə adamsın? Deməli, bir pors çox lazımdır. Belə ürəyin istəyən samballı Mən belə. nə burkuma gətirim, belə doldurumlar. Ay yox, bunlar düşdür. Orası. Bir pors belə samballı ortaya. Belə Yəni, bozbaş. Hadi dayan da ya. Bilirsən bu kimdir? qatdakı 5-7 leks görürsən. Yaşat görürsən. Görərsən. Onu etibar edirdim. Yorma da məni. Ha. Bir pors belə samballı Təzyiq qaldıran. pomidor yumurta. Ayağını postaya qalacaq. Ədi çox alar ev aparar uşaqlar yerdə. Ya safı qəbşər. Get bacalı, get. Təəssüf ki, tez-tez rastlaşdığımız hallardan biri də boşanmalardır. İndi isə gəlin baxaq. Boşanmalar xaricdə. Bilirsən, mən hər şeyi tez bitirmək istəyirəm. Ona görə də ayrılmalıyıq. Heç olmasa dost qalaq. Olar.
Boşanmalar bizdə. Az, eşidirsiniz, deyir o zadın kızı şeyin gədəsindən ayrılır. Az ayrılır, bir gədə boşuyur. Hardan boşluq? Gədən narkomanın biridir. Gül kimi uşaqdır, biz danışanda ağzı köpüklər. Yaxşı görməli bizim küçədə küçə gedir də. Az yox, deyir kız pis yola düşür. İmtahanlara az qalmış tələbələrin üst tutduğu yerlərdən biri də kitabxanalardır. İndi isə gəlin baxaq. Kitabxanalar xaricdə. Kitabxanalar bizdə. Şahittim, tutabilmişsen sen topu. Təbii ki, bu bir zarafatdır. Bizdə kitab oxuyanların sayı çoxdur. Elə mən özüm də avtobusda, metroda kitab oxumağı çox xoşlayıram. Elə metro demişkən, gəlin baxaq. Metro xaricdə. Metro bizdə. Evet, dur, yaşlar bak. Nefesin olsun, dur. Ne var mı yoksa? Üstümüzü belirlemedim. Koca kalma yoksa yer vermirler. Tavanlık bozulur. Bozulur bu tavanlık. Adama yer veren yoktu, biz nece yer öleyi biz. Dur da. Evet, dur da, bir hiç olmasın ona. Gel, dur. Gel baba. Çayınlama lan. Ay baba. Nasıl yiyorsun? Sen bir mərifətli adam olmuşsun. Yaza yol tap. Ben bakmışam. Deyirlər. Sana yer veren ona gelirsin. Deyirlər dünya düzdür. Bir de tuttum. He valla. TikTok'ta görmüşüm. Videosu. Videosu var bende. Tapım gösterir. Ana. Ne dersin? Var videosu. Rus da bilirsən, ha? Yok. Ben bilirim. Yetki, dünya düzdür. Vallahi düzdür. Yalan danış. Yalan dünya, yalan dünya. Ama Bakın ne takmışsan kulağına, o nedir? Ne yapıyorsun? Takmayın, adamın kulağına erdir o. Beyin takılır içinden. Telefonda bakın, TikTok'ta gösteriyor. Valla. Yaxşı. Memnunum. Yaxşı. Videosu tapın göster. Tap gəlir. Ha, tapın gel. İnanmır değil mi? Sənətli sübutu TikTok var. Mənə bakayım. Bax, toxda taxın. İngiliscə bilirsən, hə? Yox. Heç mən də bilmirəm. Deyir zaxın. Deyir qulağına ərib götürüb beyin, taxma o zaman. Vallahi ziyandır. Canım üçün ziyandır o. Vallahi bundan taxma. Bax, bu yaxşıdır. Bundan tax. Tədə çıxam. Bu da axsaqqal. Beləsə yaxşı, dansa yaxşı.
Az eləmə. Hayır! Ha burada niye yok? Sen de gelen bize kaldı ha? Ha? Öyleymiş. Deliler benim ya. Öyleymiş. Öyleymiş. Gəlin mövzunu biraz dəyişək. Keçək sağlamlığımızın keşiyində duran həkimlərə. İndi isə gəlin baxaq. Həkimlər xaricdə. İğnemi ver. Qayçı. Pambıq. Yaranı bağlayıyorum. Həkimlər bizdə. Ha onu ver görüm. Abi gel burada gör. O bilsin ne o bilsin. Abi burada gör. Ha tut düştü. Yok sıkıntı var. Hem şey değil. Ver görüm ver. Sana ver. Abi gel burada. Allah. Suyu ver. Abi burada. Çayları da ver. Çöreği de ver. Allah hazır. Allah korktum. Bunu da götür bırak. Hipokrat'ın sağlığına. Ha bıraktı. Ha bacı bir şey sor. Şimdi bu hiprakat kim neymiş onun sağlığına bulur dedim. Evet yanlış adamı. Ha buraya git. Son vaxtlar baxıram ki, geyim mağazalarının işi əla gedir. Əslində müştərilərin ən çox şikayət elədikləri şeylərdən biri də satıcının onun fikrinə qarışmasıdır. Ay bu yaxşıdır, ay bu əyninədir. Bəziləri həqiqətən deyir, amma bəziləri satmaq üçün. İndi isə gəlin baxaq. Geyim mağazaları xaricdə. Bəyəndiniz cənab? Pis deyil, bu da yaxşıdır, amma birinci baxdığım daha ürəyincə oldu. Necə məsləhətdir? Sizin Bir dənə zövqünüz, qayıdış eləyək, əlbəttə ki, əgər sizin olmasa zövqünüz daha var. Digər ağ köynələrə baxa bilərsiniz. Geyim mağazaları bizdə. Abi mən deyərdim hələ biraz ne balacaq. Gəl. Gəl. Kutu kimi dayıcam. Ay dayı, bəlkə onu götür. O ağsaqqal kişilərsin, o zaman olmaz. Yox, o birisi xoş. Haydi, dayın bir nə daşır? Ay dayı, böyük deyil bu. Ay harası bu? Canım üçün bu demirəm bu bölsün əyninə. Özdə bu, indi canlılar arasında mod deyil. Hə? O, nə size idi o? Yes size. İndi isə gələk musiqimizin son vəziyyətinə. Gəlin baxaq görək, xaricdə musiqinin ərsiyə gəlməsi prosesi necə baş verir? Musiqinin ərsiyə gəlməsi xaricdə. Bax, bu cümləni də qoysaq, bütün mahnı ümidli olmalı. Həm sevgi ay, həm də tanıqlı olur. Necə? Tananlıq bura olmur. Gəl onu minorla dəyişelim. Görüşək mi? Gedəcək. Musiqinin ərsiyə gəlməsi bizdə. Müştəri istəyir, 2 gündür mənim mazibini xarab edib yığır telefonla. Neyniyim, nə deyim mən buna, nə yazar? Mən nə bilim, sən yazırsan da, mən də oxuyuram. Ne hakkında demiştin o sevgi? Ha yaz da ben yedim her şeyi. Prodüserim diye. Sevgi. Ha sevgi. Ay sağ ol, Ha. iyi dediler. Sevgi. Sevgi. Sevgili sevende ne olur? Bir de ottal olur da. Otlu, alovlu, sevgi dolu. Ha, Var. sevgi dolu. Hayır, Ay, olsun. kimdən başladı? Ay bacı oğlu, deyirəm mən neçədə gəlim, necə gəlim, hara gəlim, nətər gəlim? Ay yox, deyirəm necə gəlim, neçədə gəlim, hara gəlim? Saat 5-də oteldə nə işimiz var, hə? Heç nəyəsə. Yok. Hazır. Bunun üstüne bir tane 6-8 ritim koyup çıkada. Dur. Hazır. Neyse.
Hər il minlərlə insan bu cür sözlərdən əmələ gəlmiş mahnının təcavüzünə uğrur. Bu cür mahnılar nəinki bizim zövqümüzü, hətta özümüzü də xəstə edir. Allah hamımıza şəfa versin. Əhval-ruhiyyə necədir? Bu da bizim xariclə müqayisəmiz. Təbii ki, bunların əksəriyyəti böyük bir zarafatdır, amma öz peşəsini, öz sənətini layiqincə yerinə yetirən, zəhmətkeş insanları bir gürültülü alqışlayan növbəti səhnəcik haqqında istəyirəm biraz məlumat verim. Gələcəyini bilmək istəyən insanlar həmişə olub və bugün də var. Kimisi sevgi taleyini öyrənmək, kimisi gələcəkdə uğur qazanacaqmı, qazanmayacaqmı onu bilmək və bəlkə də bəziləri itirdiyi əşyasını tapmaq. Sizin aranızda ümumiyyətlə fala inanan var. Belə. Fala inananlar zəhmət olmasa almışlasın. Fala inanmayanlar almışlasın. Fala inanıb faldan da qalmayanlar almışlasın. Hər kəs gələcəyini bilmək istəyir. Bəziləri bunun üçün çalışır, bəziləri isə cavabı bayaq da dediyim kimi falçılarda axtarır. Yəni, nisbətən daha asan yola qaçır. Onlar üçün falçılar qeyri-adi gücə sahib insanlardır. Gələcəyə görə sirli aləmlə əlaqəsi olan insanlar. Yəni, amma görəsən falçılar həqiqətənmi hər şeyi bilirlər? Siz bunlara inanırsınız? İnanmırsınız? Bəlkə də bunların hamısı bir illüziyadır. Gəlin birlikdə baxaq və qərarı özünüz verin. Beləliklə qarşılayın. Falçı! Sən Allah geqidə nə olardı, nə qədər tələsməmişik. Dönürsən sən? Mən onu barışmasam bilən partiyayla sevirəm onu. Barışmalıyam onunla. Yaxşı, sevirsən, yaxşı. Bala sənin, getdi. Tez göt. Xoş gəlmişsiniz. Xoş gördük, siz nə inirsiniz orada? Uşaqlarla oynayırdıq belə yüngül bari. Tez-tez oynuyorsunuz belə. Buyurun, əyləşin. Götürmə! Yox, barışmalıyam onunla. Əyləşin. Şam Beygir! Sən deməmişəm orada yatma. Dur! Seydik, getdi. Hara getdi? Hara gedirsən? Otur. Getmir. Oğlan davası edirsiniz. Hardan bildiniz? Bunu bilməyə nə var? Mənim yanıma gələn ya qaynanasına cadu eləyir, ya əlinə cadu eləyir, ya da başqa şeylər. Balçami, bilirsiniz mən bir dənəsin. Sən bir dənə də camaatda 100 dənə də axı. Ağılsızdır. Ver danışın. Balçami, mən bir dənə sevgisi var. Ver danışın. Sat, səni ilan qurbağa çöndərəcəm. Danış. Də sən. Balçami, Bəli. mən bir dənə sevgilim var. Biz onunla biraz dalaşmışıq, küsmüşük də. Əslində günah məndə idi, Balçami. Amma yemək istəyirəm ki, o gəlsin məndən barışsın. İstəyirəm ki, qapımda sürünsün. Mən qızam da, o gəlsin məndən barışsın. Mən ki, bundan üzr istəməyəcəm ki, oğlan da gəlsin üzr istəsin. Nə olar ki? Onsuz da oğlanların, indiki oğlanların hamısı qızdan qabaq küsürlər, bu heç. Yaxşı, qızım, mənə bax. Sənə Fransadan, Amerikadan gətirdiyim bir nömrəli cadularım var. Eləyim oğlanın ayağı, qolu, qıçı qırılsın. Yox! Sən olmaz. Adam
İnsandır da, insandır, niyə olsun? Hə? Yox, mən elə istəmirəm Falçə əmi. Mən istəyirəm ki, o gəlsin nazından oynasın, könlümü alsın belə. Bildiniz də? Harda lox var gəldi mən tapar. Hə, yaxşı. Onda bir dənə bildin nə demək istəyirəm. Gələndə də 5 manat taksi pulunu hesablayarsın. İnanmırsan mənə? Yox, bir dəqiqə Falçə. İnanmırsan mənə? Öldüm. Gel gidi. Gel gidi. Öldüm. Öldüm. Gel. Ah sen neysen. Öldüm oyun gene bizi alıp gelip varsın aramızı. Hay Allah. Falçə mi? Ay Falçə mi? Amin deyil. Bəndə qafətəndir. Tübbə kərakərəndir. Tübbə kumuha. Biyəndir. Yox, bu başqa səridir. Buradadır. Səhv oldu hə? İndi sizə Falçəm bilirsiniz, onun adı Fətəm deyil. Mən deyirəm Fətəm kimdir Falçəm deyir. hətəmdir. Ay yox, Həmiddir adam, o yaxınlaşdı. Nəysə. Keçək mənim burada əvəzim atlarım. Bu sənin istədiyin oğlandır. Doğrudan, biraz İndi mən onu öz əməllərimlə elə eləyəcəm ki, səndən üzr istəsin. Bir dəqiqə. Tüpü. Üzümə yox. Tüpün dedi də. Yudu ezmi. Hə. Ay yox, bu qonşunun idi. Keçən mən qaynamasına görə gəlmişdim. Deyil. heç nə olmaz ki. Yo, narahat olma. Hə. Hə, budur, deyirəm də rəngindən də odur, güləndə də belə gülür. Hiss var, yeri zad da belə əndiri gəldi. Hə, indi buna yenə tüpür. Yox, sən lazım deyil, yudum bayanızı mən. Gəl. Hə. Oldu. Tamam. İndi gözləyirik. Özü bir saat, yarım saat ərzində sizə zəng eləyəcək. Gözdə zəng eləyəcək. İnanmırsan? Yox. Zəng eləyir. O deməz, düz bax. Nə var Həmid? Nə istəyirsən? Ay həyatım sən hardasan? Hər yerdəsən? Sən mən hardayam? Buna bax. Nə istəyirsən? Dönmürəm. Hardasan sən? Alo, Hər Həmid. yerdəsən? Xəcimlə qof içməyə çıxmışdım. Qof içməyə çıxmışım. Şeydir. Sən harada bura? Bilmirəm vallahi mən də. Dedi işim var. Narahat olma. İşi var. Hə, işi var. Nə oldu? İstəyirəm gedək yavaş-yavaş. Məncə də. Gedin də. Yapışıblar gən kimi. Neyim? Hə. TikTok'un vaxtıdır. Girək TikTok'a. Şamımızı da yandıraq, inandırıcı olsun. Salam əziz izləyicilər. Bu günləri mən sizə öz ixtiralarımla düzəldilmiş kartlardan falınıza baxacağım. Kim istəyirsə şir, TikTok universal atıb baxa bilər. Gözləyirəm. Hiss elədim kimsə yazdı. Hə. Salam.
Samir 48, Nərgiz 38. Sevgi var. Bunu demək istəyirəm ki, Samir artıq evlidir. Qayıdaq. Sonra... Birində gördüm. Kimsə yazdı. Baxın. Florentino Perez Real Madrid'e transfer edəcək Florentino Perez. Başa düşmədim, amma onun falına baxa bilərəm. Florentino Perez. Sonra bəyənə bilərsiniz, like ata bilərsiniz. Takip atmayı unutmayın. Salam, falçı bacı. Bacı deyil. Qardaş. Qardaş da deyil. Əmi, bibi, nə bilim nə, kömək elə. Atın. Ləzzət pisdir. Kritikdir. Çox. Nə qədər? Valla belə deyim, bütün gün tikanlayırlar elə bilməni. Özümdən bir ixtiyar hərəkətlər edirəm, heç bilmirəm nə edirəm. Adın nədir? Həmin. Valla bütün həkimləri gəzmişəm, bütün banitsaları gəzmişəm. Hərəsi bir söz deyir ki, səndə bizlik bir şey yox. Deyəsən odur. Bir dənə uzan. Nə uzan? Uzan. Belə edirsiniz? Uzan. Heç nə. Qoyduğum nöqtədən bilirəm. Bacı, qardaş, əmi, bibi, nə oldu? Heç saat. Sənin sağlığına baxırdım. Hə? Ora bax. Nə oldu? Yaxşısan? Nəsə müalicə. Ehtiyac olmadı. Hara? Ehtiyac olmadı. Bilirsiniz, mən özümü idarə edə bilmirəm. Xahiş edirəm, nədir pulu verirəm? Mən pulu verdim. Yox, mən öz əməllərimlə Nə tanındım. lazımdır verirəm, hep şərtlə mənə də bir təris edirəm. Yabazdır. Buyur da, buyur, nə var verin. Yaxşı. Otur, əyləş mən sənə tərəfə. Cibim də yox, deyil. Əyləşdirməcəm. Tüm yüreğim çatdırır. Hiss edirəm, çıxır. Çıxdı. Əla, Getdi. su. Gələn görüşdən Bir əvvəl. dəqiqə. Mən o ifritəni niyə yığdım? Altan nə var, nə yox? Alçəmi deyil. Molla mısan? Molla da deyil. Yaxşı. Əyləş. Kartlarınızı alın. Çox sağ ol. Uşaqlar bəyə oynayırdı. Demişəm hələ bura... Nə? Əyləşmə! Nə oldu? Yenə uşaq uzanıb orada. Dur da, dur dayan. Sən demişəm iş vaxtı girmə. Gel bura. Buraya. Şu an biri qırıldıyır. Yaxşıdır. Gəl noise oynayın. Molla bir dənə problem var indi belə. İndi məndən yaşlı da böyüksən belə görürəm. Əssa. Belə uzun müddətli mənim üzüm ayağının altında uşağım olmur. Hə. Hə. Yaxşı. Bunlar demək bu kartlardır. Yəni səbəbini bəlkə. Hə. Yaxşı, bəs sonra nə oldu? Niyə olmur? Elə ona görə gəlmişəm də niyə olmur? Hə, bilirəm. Yəni başa düşdü da. Belə kart nəsə qara görsənir. O məcə dəxli yoxdur, sən bilirsən. Bir dənə meyxuzu verim sənə. Hə, o var. Elə bil mənim dostum var, onun da bu uzun müddətli belə bir problemi var idi, amma bu yaxınlarda düzəldi. Bildim, dostun idi, düzəldi. Onu özüm dedim də. Hə. Elə bil ki, bir ay bundan qabaq uşağı oldu. Hə. Hə. Bəs nətər oldu? Uşaq nətər oldu? Hə. Elə bil keçən il evləndi. Hə, evləndi. Hə. Sən evli deyilsən? Yox. Demə məndən məzələnirsən? Yox, elə belə dedim də, boşluq idin. Yaxşı, bunu özün istədin. Sən mənimlə məzələnirsən demək? Bağırsan, hə? Yox, bu deyil. Ay Allah! Ay, deyəsən çox pis məzələndin. Nə oldu? Heç nə.
saçının yaylığına bax. Başım ağrıyır. Gözünün sürməsinə bax. Sürmə deyir, uşaqlar çəkib. Bir də kişisən be. Çörək. Elə bir bura, zavod. Hadi qapını örtürdüm, esvazdən eləyir. Gəl. Hə, bir nəfər də gəlib deməz ki, salam mələküm. Nə tərsən, necəsən? Hamısı gəlir məndən. Salam falçı bacı, nə tərsiz? Tez eşidir deyəsən. Hə, xoş gəlmisiniz, buyurun. Əyləşin, buyurun. Necəsiz falçı bacı? Bacı deyil. Falçı qaqa. Qaqa da deyil. Alnıma yazı yapışdıracam. Bacı qardaş olsun, hamı girib bir-birinə. Hə. Falçı bacı qardaş, mənə deyə bilərsiniz, mən axırım necə olacaq? Vəbşə görün, mənə nə görünür? Bir kart açın, xəmir açın, bir şey açın. Səndə qaranlıq görsənir nəsə. Ola bilər, biraz uzun. Elə biraz qapqarasan Biraz nəsə. ola bilər, hə. Bu hiss eləyirəm. Mən çox narahatam, mənim gələcəyim necə? Ümumiyyətlə mənə nə çıxır deyə bilərsiniz. Sənə bax burada proqram var. Aha. Burada da yazıldığı kimi sənə öz xüsusi. Yox, xüsusi zat lazım deyil. Normal kartasını görün. Görün baxa bilirsiniz, mənə nə çıxır? Çox Yaxşı. Nədir o? Deməli, sənə vəzifə görürəm. Vəzifə. Sonra nə görürsün? İş görürəm. İş, vəzifə, pul var da. Aha, sonra? Pul görürəm. Allah, pul da gəldi. Sonra başqa nə var, nə görürsünüz? Rüşvət. Bu bizlik deyil. Məncə də. Başqa nə görürsünüz? Qandal görürəm. Aha. Başqa nə görürsünüz? Aha. Pagon görürəm. Aha, başqa? Nə qaldı? Yox, açmayın bəlkə bunu. Çipəzə görürəm. Bura gəl, hə. Nərək, Ya. başıma dönüb qadağalım. Amma düz baxır. Düş qabağına. Bir daha hoş geldiniz. Tamam. Bugünkü konsertimizdə bizə yaratdığı dəstəyə görə Zırh Qəsəbə Mədəniyyət Evinə, başda Arzu Xanollarla kollektivə özlərini texniki dəstəyə görə Aylıoğlu Media Qrup başda Amil bəy olmaqla və əlbəttə ki, bu gözəl gündə bizi tək qoymayan, bizə dəstək olan siz savaşasınız çəkirik. Çox sağ olun. Qonaqlarımız var. Azərbaycan Respublikasının əməkdar artisti, bizim sevgili aktörümüz Rahman İskəndərov. Böylədən əsr olmayasınız. Sağ ol. Konsertimizlə davam edirik. Keçək növbəti səhnəyə. Növbəti səhnəcimiz haqqında biz çox düşündük ki, adı nədir? Fikirləşdik ki, bir qrup insanın başına gələn bir hadisə və bu bəlkə mahnı müsabiqəsi qoyaq. Çünki növbəti səhnəcimizdə sizin parodiyalarınız bir növbələr gözləyir. Ha fikirləşdik ki, bu insanları nə birləşdirərlər? Fikirləşdik ki, niyə də olmaz? Bizim qonşuların yazdığı hər bir obrazı birləşdirən belə qonşuluqdur. Ona görə də beləliklə qarşılayın. Qonşular Estrada Teatrının səhnəsində Qonşular! Alo, hə mama, evə gəlir? Yaxşı. Az xəbəriniz oldu da, Mikail ona təzə maşın aldı, hə?
da var oldu deyəsən. Balık var, balık, balık. Balık var, balık, balık. Balı sakın da təzə tökülməklə bütün gün qışqıra gezir. Salam var Mikail. Salam qoş salam. Maşının da mübarək olsun. Elə bir biraz əzil deyə gözləyir. Mübarək olun. Gözləyir. Hikaye. Ay, salam bizə. Necəsin? Gel söz deyirəm bizə. Sən bir mərifətli oğulsan, indi deyirəm. Doğrudan mübarək olsun ha, təzə baş. Nə oldu? Arxasını düzdüm biraz. Olar ki, indi kişi səndə nə olar ki? Mikail, sən indi bir Söz bir. mərifətli oğulsan, sənə deyirəm deyirdi. Yəni bu baxmada bizim məhəllənin, bizim binanın bir ağıllı adamısan sən. Bu liftin pulu gəlir. 2 manat. Vallahi. Mirzə, sənin neçə yaşın var? Ay kişi, ben həmişə belə edirsiniz, fırlatırsınız söhbəti. Belə olmur ha. Bu 2 manatı ver, mən çıxım gedim. Sualıma cavab verdin, neçə yaşın var? 45. Sənin tayların lift pulu yığmır, pulların liftdə yığır. Sən 2 manat verməsən, lift işləməyəcək. Pulu verirsən, vermirsən, mən dolamamısan sən. Bu binada tək mən qalır. Yox. Zibeydə xala. Almısan pulu. Ay kişi, sənə nə işlə qaldı almışım onu? Get al, məndən sonra alarsan. Ay eləmədən Mikail, ki kişi sən də. Nə var, nə qonuş necəsən? Sağ ol, sənsən. Mübarək edir təzə maşının. Nə maşınıdır? Burada sizin reklamınız ola bilər. Ha, sağ olun, sağ olun, sağ olun. Mənə bax, nə baxıyordun? Əşi su gəlir ki. Ay Mirzə, sən neçə yaşın var? Sən buyur, sən bilərsən. Bunlar mənə doluyublar. Yaxşı oğulsan sən. Vallahi. İgid oğulsan sən, mərd oğulsan. Sən eləyərsən, sən üstəsindən gələrsən. 2 manat puldur, verərsən gedər. Hə, nektin puludur. Mirzə, sən neçə yaşın var? Ha, dolamısınız siz mənə. Yox, sən neçə yaşın var? Ha, nədən tutar mən neçə yaşım? Neçə yaşın var? 45 yaşım var, verirsən pulu vermirsən. Sənin tayların bilsən neyniyir? Ha, bilmirəm. Görsən bilmirsən neyniyir. Bir araşdır gör sənin tayların neyniyir. O işi boşuna tut da, olanda verərəm. Lift pulu. Lift pulu alırsan. Ay bala. Ay bala, bura gəl. Bura gəl, sən neçənci mərtəbədə qalsın. Ver, ver liftin pulunu. Ver də. Sizin neçə yaşınız var? Hə, mənə bax, olamam, tutamıyorum. Fərid, gəl bura. Yatərsən, nə var, nə yox? Siz necəsiniz? Çoxdan görmürsən. İşlər, güclər, dərslər necədir? Yaxşıdır. Mən bu illəri, neçə illər üzərində işlədiyim öz kitabımı çıxartdım. Oxuyum sizə. Yaxşı, elə bir çat ki, bütünlə danışıram. Mənə bax, səndə telegram var? Hə, var. Mən orada kitabların nüsxəsini çıxardıram. Sonra onları oxuyuram. Bax, sənə link attım. 112 nəfər də yığılsa 40 manat pul verəcəklər hamı. 112 nəfər. Bəli. Bax oradan. Hə, atmısın. Bax, gəl belə elə. Alarsan kartın kodunu yaz bura 16 rəqəmli. 16. Bəs nə edəcəm, mən bunu bilmirəm axı. Deyəcəm, tələs 3 rəqəmli kodda yaz. Yox, mən bu pulla özümə təzə kitab alacağam. Hə? Nə demək istəyirsən? Mən sənin kartıma girəcəm. Yox. Mən elə adamam. Yaz bura 3 rəqəmli kodu. Balık var, balık, balık. Hə. Ay, sağ ol. Balık var, balık, balık. 111 nəfər də yığılsın 40 manat verəcəklər, kitabla oxuyacaq. Narahat olma, de get. Sağ ol. Bu nə qədər oxu. Balık, balık. Gəldin, neymişsən? Qonşu telegramın var. Qonşu. Mənə də yox da. Qalstuk. Diplomat. İnsan qalstuklu maşınsan, hə? Mən elə adamam. Bir dənə sənə baxa bilmirəm, nə qonşu. Salam bana köz. Ola gelirsiniz bana. O ya da. Bak. Kabir sana oxuyum. Hə, bu nə xəbər? Doğru. Hə, nə istəsən məndən? Bak burnuyum. Baba. Burada. Orun mu çox, nə? Tut. Atıp taraf. Hə. Bu yoğurt var ya fark edin burada. Yoğurtu var. Axsaqalımız pomidor doğramaq. Ha, planşetdir, hə. Yoğurtu var. Yarın göstərəcəm sənə yoğurtu var. Orada yoğurt var. Yoğurtu ne edirsən? Telegramın var. O telegram Ha, nerede? niyə var telegramın? Bax, girirsən buna. Ay. Ay yok. O məni Burun ayağı olsun. Mənim balaca gədə biraz Ha, balaca gedə, ha. 16 rəqəmli pensiya kodumun kartını buraya yaz. Yox, kartımın kodunu buraya yaz. Anasa qarışdırırsan. Mən elə adamam.
Ay sağ ol. 3 rəqəmini də yaz. O hansı la? O CV olur. Aa, CV kodu. CV ağsaqqal. Ne çaydı o? 16 rəqəmi bilir, 3 rəqəmi bilmir. Yaz görək. Bak beni hesaplaştırırsınız bığım atı. Onu qırxda demişəm. Ay sağ ol. Ağsaqqal. Deyən pensiyan köçüb, hə? İndi sən indi məhəlləmizin ağsaqqalısan, qabaqda gedənisən. Mənə bax, gəl səndən bir məsləhət alım. Deyirəm ki, pensiyanda köçüb özdə. Bu liftin pulunu sən verəsən. Cəmaat da düşsün sənin dalınca versinlər pulu. Nə üçün, necə məsləhət? Aa, burada sarım neçə yaşım var? Adam mənim yaşım. Sənin nə dəxli var mənim yaşım? Ona bakılır. Hoş geldin. Şu ağsaqqal, ala, hazırdır. Balansdan 40 manat çıxıldı. Keçdi, YouTube boş. O kadar da gələr mi? Gətir YouTube qoşun buradan. Sən nə axtarırdın? Bilmirəm, hesaplaşdırdığınız bağı attı. Ala. Boşluğu YouTube. Boşluğu? Ay boşluq. Onun kodda boşluğu giz-giz mahnılar lazım. Başlayayım mısın? Baş verimiz yetdi. Oldraşdınız beni. Dəymə. Bu tavanlardan məndən yataq da olmuyor. Ağsaqqal. Lan ya. Bro. Ağzım oldu. Mən mektubu bütün ağsaqqallar şərfi çıxalım, maaş da. Mahnı da mahnı ola. Qaşıma qaş. Kim çıxardı referə? Kim paylaşdı? Yan qoy sən deyim. Açıqla da küçəyə bacaya. Harada bir maraqlı adam var, gizsiz adam var. Dilə basən, gəl efirə. Ya da sən, çıx provans səhnəyə. İndi olmasın sən, gəl bir səhnəyə. Mütləq belə sizi çıxar. Ay qonşular, görün nə olub. Deməli kanaldan bir xanım gəlib deyir ki, verilişə çəkəcək sizi, qəşəng mahnı satıb. Hə. Öldüyüm günü bilmirəm. Ay qəşəng fürsət keçib, vallah. Gəldi çəkəcək fərəcək, vallah deyirəm qəşəng olacaq. Sağ ol xanım. Hikayə. Qıqönçə. Nə? Qıqönçə. Xanım da ağsaqqal, buyurun. İzah eləyərsiniz. Biz deməli, belə deyim də, biz yeni simalar axtarırıq. Aha, Biz axtarırıq. aha. Yeni fərqli üzlər axtarırıq. Buna görə istəyirik sizin aranızda kasting edəyək. Casting. Ne der o? Casting, ağsaqqal. Söz. Gəl, nə güzel. Xanım, siz narahat olmuyor. Gəlin belə, amma bir məsələ var. Bəli. Ki, kastingin qalibinə 1000 manat mükafat təqdim edirik. 1000 manat. Bəli. Gəl mən gedim çayla siz də kastingə başlayın. Çay. Salam xanım, indi müayinə xanım, necəsiniz? Salam. Sən bu mənim uşaqlı dostum. Bəli, benim mal söhbətini eşitdim. Mən özüm istedadlı gəncəm. Efir, musiqi, konsert, partlayış, min motivə edin. Deməli, belə eləyək, gəlin. İlk 10 bin öncə manatı ver. Baba. Ağsaqqal, dincəl də. kastingə başlayaq. Başla. Belə başla. Çox sağ olun. Ya əyləşin kamera. Çox sağ olun. Sağ olun da əyləşin. Deyirəm valla yaxşı oldu, gəldilər, hə Səbu. Gəlib çəkirlər bu milləti, Allaha Yoxsa qıyırsan. Xanım, min manatı verirsiniz, mən sonra oxuyum, yoxsa necə? Yox, biz sizi dinləmək istəyirik. Oxuyun, problem yoxdur. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Verin, Həqiqətən çox təsirli ritm musiqilərdəndir. Amma bu biraz köhnəlib. Bizə xanım, sənət bu deyil, necə? modern, Trend. müasir var. Rəqsi məqsim. Eynən. Bu gömlüyünlə, Mikail başını qal. Bəli xanım, siz... Yox, mənə narahat olmayın. Siz tam olaraq nə istəyirsiniz? Baxın, belə necə izah edeyim. Həm trend olsun, həm modern. Modern nədir? Model. Müasir olsun. Əyləşirsiniz. Yox. Narahat olmayın. Bəlkə Bir ağsaqqal... dakika. Ağsaqqalın yerine danışma. Koy. Babanızla bir şey olsun.
Aksaqqal, saxla onu bizə. Bax, Meksikan ləqisi. 12 manatlara demişim, 50 manatda buna vermişəm. 1 manat ben gedim. Mayanı çıxardaq da. Mən sizə dedim axı, bu muğamdır. New. New, təzə bir şey istəyir, təzə bir şey istəyir. Yeni nəsil. New Yeni bunu nəsil. bəyənmədim. New nəsil. Yeni nəsil. New nəsil. Hadi, gəl bana ver. 40 manat yoxumdur. Aynen 40 manat, ver alın. Hadi. Mənə bax, sən yeni nəsilsən, üzrü. Hə, yeni nəsil. Bax, sən kimlərə qulaq asırsan? Mən ən çox Aygün Kazımova. Sonra. Röya Ağa. Sonra. Sənə kimlər lazımdır? Mənə baxın. Faik Ağayev. Faik Ağayev? Onun mahnıları səndə var? Hə, nə yoxdur? Gəl bir dənə mənə göstər o mahnıları. Yaxşı. Mükar başını qal. Gəl. Mirzə, neyirsən Mirzə? Hadi neyle bu qocanı mən? Komendantınızdır, yəqin ki, tanış olmuşsunuz yolda. Mirzə, sən deyirdin belə mənim səsim, istedadım, nə bilim. Bəlkə səndə bir nəsə oxu. Mən yox, mən çoxdan da oxumuram. Amma yox, əgər istəyirsənsə oxuyaq. Hə, bir nəsə oxu səndə. Oxuyaq. Bilmirik amma. Belə mən istəyirəm dərdimi musiqi ilə ifadə edim, ay xanım. Məhlədə Mənə kömək edin. bizdən danışır. Ay xanım, mənə kömək edin. Mən? Bəli. Hə, əlbəttə ki, böyük məmnuniyyətlə. Musiqi. Gene 7. kat. Evet pulu. Yerim var. Vermirlər. Sibir pulu 15 manat. Vermirlər. Aç. Sibir pulu 2 manat. Vermirlər. Yıkabilmirəm biz pullarını. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı. Yığın bu 2 manatları. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı. Yığın bu 2 manatları. Bakın ben vermirlər pulu. Nə boğaza yığırlar. Gəllər mənə döyürlər, söylər, pis sözü dilər. Vermirlər pulu. Biz boğaza yığılmışıq, nə olar kömək edin bizə. Üzr istəyirəm. Siz neçə yaşınız var? Lazım idi sən. Get. Ya xanım, elə yerində dediniz, buyurun əyləşin. Bizim məhəlləmizin ən gözəl belə, ən yaşlı xalası Zibeydə xala. Bəli. Hə, qızım mən də çıxış vermək istəyirəm, bir kərə. Hə, mən də səsimi yoxlayım da. Bəli. Məsələn, mən Flora Kərimova mahnılarını çox sevirəm, çox bəyənirəm. Oxuya bilirsən ki, sən. Hə, oxuya bilirəm. Gül bağçalar arasında qoşa gəzdi. Axşama da yorulmazdı, inciməzdi. Bulud ötər, ulduz axar, biz baxardıq. Nə bəxtiyardır. Amma deyəsən qəpədən qaynayır. Səsi gəlir. Ayalı çayın patladı. Bəli xanım, bəli. Bilirsiniz, Siz nə istəyirsiniz? 4 nəfər oxuyun. indi
indiki zamanı tam başqa bir şey istəyir. Bax, müğənni həm oxumalıdır. Heç nə olmayıb. İmkan verməz oxuyub. Oxuyacaqdım da. Oxusun yenə. Oxuyum nə qayıtmır. Köhnədir də, köhnədir. Ürəyimdə qaldı. O atam da qoymur televiziya çıxmağa. Sən o kim kağıt edəcəksin, mən danışım. Bilmirəm, nümayəndə mənəm, yoxsa sizsiz. Buyurun. Buyurun. Bax, Nə istəyirsiniz siz tam olaraq? indiki zamanı Aha. başqa bir şey tələb edir. Aha. Bax, müğənni həm oxumalıdır, həm oynamalıdır. Həm oynamalıdır, həm rəqs eləməlidir, həm başqa. Bəli, həm dinamik olmalıdır, həm yumor olmalıdır. Nə bilim, hər şey olmalıdır da. Yəni oxumaqdan başqa hər şey olmalı. Bəli. Oxumaqda olmalı yoxsa? Oxumaq da olmalıdır. Bəli. Bəli xanım, mən sizinlə 100% razıyam. Əlbəttə ki, 100% bu məsələnin üstünə düşmək lazımdır. Bəli xanım, bəli, 100%. Bravo, bravo. Çox gözəl, çox möhtəşəm. Ay bəli. Oynadım, hər şey elədim. 1000 manat, 500 manat bunu istəyirəm. Ver, ver. Nə gözəl. Mən Faik ağaya yaradıcılığını çox Mən də, sevirəm. Verirsiniz mi bana? Verin gedim. Bu musiqini isə xüsusilə. Mən də. Amma təəssüf ki, bu mahnı olmaz. Var. Çok qəşəng sizi. Yaxşı, onu dəyişək. Dəyişən niyə? Başqa nə var? Türk. Türk. Türk mahnı. Axı mən çox sevmirəm. Burada var, onu tərcümə edə bilərik. Türk mahnısının tərcüməyə malzəməsi var. Hə, bunu al. Qoy bir dənə baxın. Mikail başını qat. Yaxşı. Fərid. Na, bəli. Nömrə satır. Bir dəqiqə. Fərid bizim məhəlləmizin ən istedadlı gəncidir. Bütün günü kitab oxuyur, doktoranturaya hazırlaşır. Bəli, mən neçə illərdir bu universiteti qutarınızı doktoranturaya verdi. Oradan da magistr sonra... Yaxşı Fərid. Bəlkə oxumasın, bir şeir desin Fərid. Şeir ən sevdiyim. Poeziya Bax, yazması amma olur, deyəcəm, olur. ağlam et, yaxşı. Ağlam et. De Fərid. Narahat olun, mən tez ağlayam. Şərait yaradın köklənsin. Tam sakit. Ekmekli damla şəkli dolmaq yaraş. Akşam bozlaş, davrandan girmərsən, müdürəsinə vermərsən, qarandaş, milyonlar. Fərid, yox. Başqasını deyil. Yox, demə. Dərsə gedən bir uşaq çıxdı, buz üstündə qoşaq durum neylədiyim, müsabilə söylədiyim, amısından ne bu? Demə. Hekayə deyil. Lazım Biri deyil. var idi, biri yox idi. Bir canavar vardı. Nənə ona piraşki pişirdi, canavar da onu yemək istəyirdi. Sonra nənə dedi ki, ay baba, gel yemək aşkını ye. Mən bu ara üç dəfə deyim axı. Amma bu cür gözəl xanımın yanında belə şeir deməzdilər axı. Deyirəm bəlkə siz bir dənə şeir deyəsiniz. Mən? Olar. Səni düşünmək sönməyən bir şam işi. Hər gecə yanır içində. Əridir saatları, sabahı gecikdirir. Susqun şəhərin dar küçələrində itən xatirələr. Dördüncü əlim yanıma düşdü. Səni səsləyir külək gecənin qaranlığı. Qapqara bir köşə, vergisiydi sözlər. Həyat durmadan başa salır istəyirəm. Yarısı qalmış sigaret, boş qutul qaynan yanında. Onlar dostlar, indi mənə. Baxın, ağlayırsınız, verin 1000 manatı gedək də. 800 ver, ay xanım, nə olur? Biraz tez Aha. görünən deyiləm əslində.
Bilirsiniz, Aha. mən demədim ki, Türk mahnısı ifa edeyim. Türk mahnısı şərt deyil. Xanım, mən üzü bilməm, üzü istəyirəm. Mən özüm bu sahədən deyiləm, bilməm. Ay sağ olun. Baxın, bu sahədən olmayan insanları, məsələn, taksi şoförü ola bilər, nə bilim. Bana ver. Baxın, biz o dəfə bir dənə Ulu Rüyayda Yemiş. Yox, qarpız. Qarpız. Hə, qarpız satanı çıxarmışdıq efirə. Qarpız satanı efirə Bəli. çıxmışdı. Siz. Bəli, biz. O necə oldu? O əla da oxudu. Nə oxudu? Hansı mahnı? Qarpızın tumları kimi, səsi də incə idi. Hansı mahnı oxudu? Bilmirəm, bir dənə mahnı idi. Jennifer Lopez'in. Qarpız satan Jennifer Bəli, Lopez'in bəli, mahnısı. bəli. İnanmırsın mənə? Əşinə qarpız satan, yox bir balıq satan. Demədiniz, xan bu sahədən balsa. Kimin edirasıdır? Bir an elədim. Balıq. Xan, tutub balıq yiyib eləmə. Mən də sizə görə belə şey olmaz. Vermək istəmirsiniz, verməyin. Tüpürüm sizin minmatınızda, sizin yarışmanızda. Gedin özünüz dinləyin. Bilirsiniz nə var? Mən görürəm ki, burada heç çıxan deyil. Mən gedirəm. Gelirsen beni kapatsın gel. Çay üçün içirsən, açıq içirsən. Sen de koşudan çant demler oğurun gel canadı sürüştürmeye burada. Allah sevgiler. Aynen ben arkada kaç. Ay canım. İmkan verin geçsin de. İstəyir də. Gel. Əyləş, bir şans da verin. Yox da ciddi oldu. Ay sakitleş şurada sakitleş. Açıq içirsən, tez içirsən. Haydi de. Mən gedirəm də. Nə istəyirsiniz də məndən? Ay hanım. Çox xahiş edirəm. Bizim o biri binada çox yaxşı bir oğlan var. İndi o gələcək. Gözəl bir mahnı oxusun sizin üçün. Mənim 45 yaşım var. 20 ildir bu evdə işləyirəm. Bu binada işləyirəm. Xəbəriniz olsa mən bir adam demək üçün. Gələcək indi gözəl bir ifada bulunacaq. İnşallah bəyənərsiniz onu da. Hadi gidelim. Gel görün. Biz bu musiqiyle bütün dünyanı ayağa kaldıracağız. Siz galipsiz. Buyurun bu da sizin 1000 manat mükafatınız. Vallahi hiç rengin bilme kalmış. Sapı yıkmasın anca be. Bunu seçirsiniz. Ha? Bunu seçirsiniz. Ben yok. Siz də. Təəssüf ki, Azərbaycan tamaşasının əksəriyyəti indi bu cür mahnılara qulaq asır, dəstəkləyir, alqışlayır, bəyənir, trend eləyir. Görürəm heç sizə sənət lazım deyil. Buna görə efirlərdə minovkadan çıxırlar. Sonra deyirlər ki, səbuhi maşini. Mən özüm 1000 manata görə əvvəldə hansı mahnı oxudum? İndi düşdüyüm vəziyyətə bax. Mənəm maşinlik. Əgər mən maşinlik olsaydım, 1000 manatı götürüb gedərdim. Amma mən Azərbaycan musiqisini pula görə təhqir eləmərəm. Mən həqiqətən də fərq edirəm ki,
Sənin kimi bir dostum var. Amma səndən bir xahişim var. Buyur başım. O mahnını bir dənə WhatsApp-da göndərirəm. Anşla Qızal 2 gün dalbadal ilk konsertdən 1 saat 20 kilometr tamaşa. Rekord uşaqlar çox sağ olun. Ay millət, gəlin də. Çox mazdır. Çəkiliş heyəti Cavidan çox sağ olun. Hamınız çox sağ olun. Sağ olun, sağ olun. Yaşın bir də daha gəl. Ben de geldim, ben de geldim. Buradadır. Kim oradadır? Kim oradadır? Davay. 1, 2, 3. Əlasız, əlasız uşaqlar. Uğurlar arzu edirəm, sağ uşaqlar. Uğurlar arzu edirəm. Sağ ol, sağ ol. Uğurlar arzu edirəm. Hamınız. Uşaqlar, çox super idi hər şey. Davamı olsun. Təbrik edirəm, təbrik edirəm. İnşallah davam edir. Yaxşı, nə zaman söz gələcək. Çox sağ olun, var olun. Davamı olsun. Hara geçti? Hele ikinci hisse var. Antrakt idi bu. Əvvəla dəvətinizə görə çox sağ olun. Təşəkkür edirəm. Hamınıza uğurlar arzu edirəm. Çox deməyəcəm. Bir kəlmə ilə istəyərəm uşaqları təbrik edir. Gəlin bu balaca səhnənin böyük aktyorlarını alqışlayaq.
Allah sizə hər birinizə can sağlığı versin, uğurlarınız bol olsun. Mən arzulayıram ki, inşallah bu ilkiniz birin qarşısında çoxlu sıfırlar olsun ki, sizin çıxışlarınız olacaq. Uğurlar olsun. Səmimi deyirəm, inşallah tam səmimi deyirəm. Yəni o aktyor yoldaşlarımız da buradadır, təsdiqləyərlər ki, böyük aktyorların da böyük səhnədə səhvlər olur. Hər şey ideal deyil, amma çox gözəl, əla, bu ritmi, bu tempi saxlayın. Hər şey əladır. Hər şey əladır. Bundan da böyük səhnələr arzu edirəm sizə. Amma o axırda bir-birimizi o itələmək o biraz çox oldu. Çünki aktyorlar onsuz da axırda onu eləyirlər bir-birlərinə qarşı. Sizdəki o bayağı mahnılara babat oynayırdınız ha, əl çalırdınız. Elə boynunuza alın ki, razıydınız o mahnılarla. Budur, uşaqlar bu günləri reallığı göstərdilər. Gəlin ürəkdən alqışlayalım. Təbrik ederim.